Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Değerli dinleyiciler, sizi Araz News radyosunun gündem verilişinde hoş gördük. Bugünkü verilişimizde İran ile Amerika'nın Umman'daki danışıklarını ve bu müzakirelerin arka planını, sonuca çatıp çatmasını ve son gelişmeler hakkında danışacağız. İran ve Amerika arasında Umman'daki danışıkların bitmesi ve yolun devam ettirilmesi kararının açıklanması, iki taraf arasında danışık kavramı ve onun işlemindeki derin ve hallolunmamış bir çelişkinin yani ziddiyetin göstəricisiydi. Elə bir çelişki ki, kökü tekniki ayrıntılarda yok, belki danışıkların düşünce temelindedir. Ve elə bu meselede ilk gündən qalıcı bir anlaşmaya el tapmağın yolunu bağlayır. Məskətdə baş verənlər müzakirənin hər bir oyunçunun öz amaclarını irəli aparmaq üçün bir araz, yəni vəsilə kimi gördüyü köhnəlmiş nümayişi diplomasi örnəyinin təkrarı idi. İran İslam Cumhuriyyəti üçün danışıq, münaqişələri həll etmək üçün bir arac olmaqdan çox, zaman qazanmaq və baskıları, yəni fişarları yönetmək üçün bir taktikə çevrilib. Bu çerçevede danışıklar davranışın değişilmesi veya bağlayıcı qaydaların qəbulu amacıyla değil, belki uluslararası yani beynəlxalq baskıların qabağını almaq, anlık həzinələri azaltmaq və içəri və eşikdəki əfkar umumini kontrol etmək üçün izlənilir. Keçmiş illərin təcrübəsi göstəribdir ki, Tehran danışıqdan varlığını qorumaq stratejisinin bir parçası kimi yararlanır. Köklü siyasetlerde heç bir yapısal ya saaxtari dəyişiklik yaratmadan böhranlı dönüşlərdən keçməyi hədəfləyən bir strateji. Bu baxış açısından danışıq bölgesel ve əskeri siyasetlerin yerini tutan değil, belki onların davamı üçün bir qalxandır. Qarşı tərəfdə də Amerika danışığı kesinlikle anlaşmazlığın həll yolu bilmir. Washington üçün Tehran ile söz-söhbət çox vaxt daha sərt seçeneklərə, yəni qozinələrə haqq qazandırmaq üçün bir araç kimi görülür. Amerika danışıqlar sürətindən, yəni prosesindən ortaklarına və xalq fikrinə diplomatik yaxşı niyyətini göstərmək üçün faydalanır. Ta uğursuzluq durumunda baskıları artırmaq, daha çox yasaklar, yəni təhrimlər qoymaq və ya hətta savaş addımı atmaq üçün əlini daha açıq qoysun. Elə buna görədir ki, danışıq söz səthində irəli gedərkən əməl meydanında ordunun düzülüşünü gücləndirmək və caydırıcı mesajların göndərilməsi ilə eyni zamanda baş verir. Umman'da danışıkların kestici bir halda perde arkasında savaş hazırlıkları da şiddetle devam etti. Britanya'nın Telegraf gazetesinin İran İslam Cumhuriyeti'nin savaş senaryosu hakkındaki raporu gösterir ki, Tehran özünü Amerika ile geniş bir vuruşmaya hazırlayıb. Həssas əskeri sistemlerin yeraltı paygahlara köçürülməsindən tutmuş, bölgədəki Amerika paygahlarına muşək və pəhbad saldırılarının çiziminə qədər. Lübnanın Hizbullahı ve Yemen'in Husilerinin niyabəti güclər olarak rolu ve Hormuz boğazında aksaklık yaratmak təhdidi onu gösterir ki, Cumhuriyet İslami'nin məntiqində danışıq savaşın tam qarşı nöqtəsi değil, belki onunla yanaşı ve bircə tərif olunur. Bunun qarşılığında Washington da baskı yolunu dayandırmadı. İran'ın neft ticaret şəbəkəsinə qarşı yeni yasakların, yəni təhrimlərin qoyulması, gəmilərin, şirkətlərin və İran'ın neft ticareti ilə bağlı şəxslərin adının qara listəyə artırılması və Donald Trump'ın İran'la iqtisadi əlaqəsi olan ölkələrə qarşı tənbihi tərifələrin emalı barədəki icrai fərmanı özündə aydın bir mesaj daşıyır. Danışıq baskıların uygulanmasına əngəl olmayacaq. Donald Trump'ın danışıkların çok yaxşı olduğu barədə sözləri ve İran'ın anlaşmaya çatmaq istəyinə umutlu olduğunu bildirməsi, eyni halda onun bölgəyə böyük əskeri gəmilərin göndərilməsinə vurgu etməsiyle birlikdə ikili bir stratejinin parçasıdır. Trump danışıqdan Tehran'ın geri oturma ölçüsünü ölçmək üçün yararlanır ve eyni zamanda çalışır göstersin ki diplomasinin uğursuzluğu durumunda daha sert yollar masa üstünde qalacaq.
Bu arada bölge ölkələri olayları artan bir qayğı ilə izləyirlər. Onların çoxu üçün bəlli bir nəticəsi olmayan danışıq əslində geniş çaplı bir savaşa girməkdən daha yaxşıdır. Raket atışması, güvənliksizlik, enerji axınında aksaqlıq və savaşın iqtisadi sonuçlarının qorxusu bu ölkələri hər hansı bir danışığın hamisinə çevirib. Hətta əgər bu danışıqlar nə barışla sonuçlansın, nə də anlaşma ilə, bəlkə yalnız böhranı gecikdirsin. Belə bir durumda hər iki tərəf danışığı ziddi amaclar üçün istədiyi zaman onun doğal çıxışı nə anlaşmadır, nə də gərginliyin qalıcı azalması. Ortaya çıxan şey bir növ zamanın zoraki yönətimidir. Uzanan bir sürəc ki, bütün oyuncular onun son sözüm nöqtəsinə çatmayacağını bilirlər. Bu durumda tekniki danışıqların davam etməsi qərarlaşdırıldı kimi deyimlər məna daşımaqdan çox sırf diplomatik işə gəlirlər. Bu cümlələr çıxılmaz vəziyyətin, yəni bombastin sayğılı dilidir. Elə bir bombast ki, tərəflərin heç biri hələ onun rəsmi elanının siyasi sorumluluğunu, yəni məsuliyyətini boynuna almağa hazır deyil. Uluslararası ilişkilər təcrübəsi göstərir ki, aydın bir mekanizm, ortaq gündəm və bəlli zaman dilimi olmadan danışıqların uzadılması irəliləyiş əlaməti deyil. Bəlkə çox vaxt böhranın daha çıxılmaz bir yola girdiyinin nişanəsidir. Sonucda İran və Amerika arasında Ummandakı danışıqları gələcəksiz bir diplomasinin örneği kimi görmək lazımdır. Böhrandan çıxış yolu olmaqdan çox onu gecikdirmək üçün bir arac olan diplomasi. Tərəflər arasında danışığın işləmindəki köklü çəlişki həll olunmayana qədər danışıqların hər dövrü sırf bir döngünün ya çərxənin tikrarı olacaq ki, sonunun necə olacağı öncədən bəllidir. Gələcəyi olmayan vədələr, gerçək baskılar və hamının gördüyü amma kimsənin adını açıqca dilə gətirmədiyi bir çıxılmazlıq döngüsü. Hörmətli dinləyicilər, bugünkü gündəm verilişinin sonuna çatdıq. Yeni bir proqramda görüşmək umudu ilə əsən qalın.